Xoş gördük uşaqlar. Mən Nişanə müəlliməm. Bugün sizə insanın təkamülü haqqında dərslərimizin bacardıqca iti sürətdə izahatını verəcəm. Müəyyən məlumatları, əlavə məlumatları da qeyd edəcəm. Özünüz üçün qeyd edərsiniz inşallah. Demək, biz bilirik ki, uşaqlar bəzi insanın yaranması haqqında da qədimdən müxtəlif fikirlər formalaşmışdır. Və bu fikirlər insanın təkamülü haqqında ilkin fikirlər olsa da, bu təkamül haqqında fikirlərin gələcəkdə daha da inkişaf eləməsinə gətirib çıxartmışdır. Uşaqlar, düzdür, bu fikirlərdə, ilkin fikirlərdə müəyyən yanlışlıqlar ola bilər. Ancaq bunlar yenə də insanın təkamülü haqqında müasir fərziyyələrin formalaşmasında da bu mühüm rol oynamışdır. Ümumiyyətlə, ilk fikirlər 17-ci əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linnaeus olaraq xüsusilə çox xahiş edirəm, bunlara diqqətlə fikir verin. Çünki bizim sualların içərisində özünüz bilirsiniz ki, adətən bu suallar çox üstünlük təşkil edir. Hansı ki, həm topluda, həm digər test vəsaitlərində. Biz bilirik ki, ilkin olaraq Karl Linnaeus ilk dəfə insanları primatlar dəstəsinə aid etmişdir uşaqlar. Daha sonra Lamarck isə, Jean-Baptiste Lamarck isə İnsanın əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymuna bənzər heyvanlar olduğunu söyləmişdir. Daha sonra Charles Darwin insanın mənşəyi və cinsi seçmə əsərində insanın təkamülün son halqası hesab etmişdir və bu fikri müxtəlif dəlillərlə sübut etməyə çalışmışdır. Onun fikirlərini Friedrich Engels meymunun insana çevrilməsində əməyin rol əsərində sübut etmişdir uşaqlar. Və ümumiyyətlə Engels'in bilirsiniz ki, əməyin formalaşmasında, yəni insanın əmələ gəlməsində əməyin mühüm rol olduğunu qeyd eləmişdir. Eyni zamanda insanın təkamülü ictimai əmələrin həlledici rol oynadığını da öz əsərlərində təsdiqləmişdir. Daha sonra uşaqlar, insan bilirik ki, indi burada da qeyd edəcəm, insanın təsnifat sistemində yeri məməlilər sinfinə daxil olmuşdur. Və məməlilər sinfinə daxil olmasına səbəb nədir? Hansı xüsusiyyətlərinə görə biz digər siniflərə deyil, məməlilər sinfinə daxil uşaqlar? Burada qeyd olunub, çox xahiş edirəm, bunların hər birisini diqqətlə özünüz üçün qeydlər aparıb yazasınız. Birinci yazıblar əzələli diafraqma. Fikir verirsiniz uşaqlar. Baxın, birinci. Daha sonra ikinci, daha özüm qeyd eləməm, burada var. Süd vəzlərinə, qulaq seyvanına. Üçüncü, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşmiş dişlərə görə. Daha sonra, beşinci, plasentanın olmasına görə. Altıncı, üç cüt eşitmə sümüyünə, qulağımızda yerləşən üç cüt eşitmə sümüyünə malik olduğuna görə. Daha sonra, yeddi boyun fəqərəsinə malik olmasına görə insan məməlilər sinfinə daxil olmuşdur uşaqlar. Özünüz üçün bu hissəni qeyd edin və bu hissəni mütləq yadınızda saxlamağa çalışın. Və bilirsiniz ki, eyni zamanda insana bənzər meymunlarla eyni dəstə, yəni primatlar dəstəsinə aiddir və aid olunmuşdur. Və gəlin görə ümumiyyətlə biz niyə məhz insana bənzər meymunlarla eyni dəstəyə salınmışıq uşaqlar? Demək, onların bədən quruluşu, reduksiya olunmuş quyruğu, yassı dırnaqları, eyni zamanda kəsici köpək azı dişlərinin sayı, əldəki baş barmağının digər barmaqlarla qarşılaşması, 12-13 cüt qabırğası, 5-6 oma fəqərəsinin olması insanlarla oxşardır. Və məhz buna görə də biz primatlar dəstəsinə eyni dəstəyə aid olmuş uşaqlar. Daha sonra meymunlar da vəba, vərəm, qarın yatalağı, çiçək, qrip kimi eyni xəstəliklərə tutulur və eyni zamanda insanlar kimi bunlar da 4 qanun qrupuna malikdir. Və xüsusilə xromosom aparatındakı oxşarlığa görə də hansı ki biz onlarla eyni dəstəyə aid olmuşuq. Xüsusilə şimpanzedə xromosom aparatındakı 91% uşaqlar, 91% biz onlarla xromosom aparatındakı oxşarlığı qeyd olunmuşdur bizim onlarla. Və daha sonra burada bəzi insana bənzər meymunların insanla məhz hansı oxşarlıqları var burada qeyd olunur. Xüsusilə bu hissəni özümüz üçün qeyd edin, mütləq bunları öyrənməyə çalışın uşaqlar. Bilirsiniz ki, hər biri bir suallardır və qarşımıza çıxacaq. Ən birinci şimpanzeni qeyd edək uşaqlar. Şimpanze kəllənin quruluşu və ətraflarının ölçülərinə görə insana oxşardır. Hippon yassı döş qəfəsi və kəllənin hamar olmasına görə uşaqlar. Daha sonra qorilla ümumi bədən nisbətləri, çanaq, bilək və pəncənin quruluşuna görə.
Oranqutan isə 13 cüt qabırğanın, 12 cüt üzr istəyirəm, qabırğanın olmasına görə bizə oxşayır. Ancaq yadınızda saxlayın inşallah, bu xüsusilə məsələlərdə bizə qeyd olunur. Bunun kənarında özümüz 12 cüt. Ancaq digər insana bənzər meymunlarda isə 13 cütdür uşaqlar. Baxın, hər birində 13 cütdür. Bunu da qeyd edirsiniz özünüz üçün. Çünki biz bunlara aid məsələlər qarşımıza çıxacaq. Məsələn, burada fəqərlərin sayını, qabırğaların sayını və s. və ilə soruşacaqlar. Ona görə biz bəri başdan qeydimizi götürək uşaqlar. Daha sonra gəldik. Burada hansı ki insanın, xüsusilə bunu uşaqlar qeyd eləyək ki, insanın müasir təsnifat sistemində yeri, biz bilirik ki, insan xordallar tipinə, məməlilər sinifinə, primatlar dəstəsinə, insanlar, yəni hominidlər və homo insan. Homo insan cinsinə aidıq və növ olaraqsa dərrakəli insan, yəni homo sapiens. Bilirsiniz ki, homo sapiens dərrakəli insan iki növ, baxın növ olduğuna görə iki adla adlandırılmışdır uşaqlar. Sonra buralar, bu çalışmalar hasandır. Buraları özünüz dərs oxuyandan sonra qeyd edirsiniz. Ancaq mən burada bir üçüncü çalışmaya fikir verirsinizsə onu qeyd eləmək istəyirəm uşaqlar. Çünki bu adətən düşür, soruşulur, diqqətlə fikir verir. Özünüz üçün də qeydlər aparın. Bəzən şəkillər soruşula bilər. Ona görə birinci şəkildə hippon qeyd olunmuşdur uşaqlar. Hippon qeyd olunmuşdur. İkinci şəkildə oranqutan qeyd olunmuşdur. Üçüncü şəkildə şimpanze uşaqlar. Dördüncü şəkildə gorilla. Beşinci şəkildə isə insan qeyd olunmuşdur. Yəni bunu da özünüz üçün kitabınıza qeyd edin və ya dəftərinizə qeyd edin, sizə lazım olar uşaqlar. Daha sonra insanla heyvanların oxşarlığı uşaqlar. Ümumiyyətlə biz insanın təkamülündə həm embrioloji, həm müqayisə anatomiya dəlillərinə fikir verəcəyik. Ümumiyyətlə görək insanı embrioloji dəlillər, yəni bətin daxili inkişaf zamanı hansı formalar üzrə çıxır, hansı digər heyvanlarla oxşarlıqlarımız üzrə çıxır uşaqlar. Və bunları biz burada öyrənəcəyik və bilirsiniz ki, gəlin ümumiyyətlə qeyd eləyək ki, atavizm nədir, ördümək nədir uşaqlar. Atavizm ən əsas bilirsinizmi, bizim ümumiyyətlə heyvanlardan əmələ gəldiyimizi göstərir. Yəni necə, bəzən uşaqlar rastlaşmış, ümumiyyətlə bəlkə də qarşınıza çıxmaz, ancaq şəkillərdə görmüş olarsınız. Məsələn, tüklü doğulan uşaqlar, xüsusilə quyruqlu doğulan uşaqlar, daha sonra çox məmməli doğulma uşaqları, baxın burada qeyd olunubdur, çox məmməli. Bilirsiniz ki, biz məmməlilər sinifinə aidıq və digər hansı ki məmməlilər sinifinə malik olan, məmmələr sinifinə aid olan canlılarda bilirsiniz ki, çoxlu və süd vəzləri var və bunlar, biz də onlardan eyni sinifə aid olduğumuza görə müəyyən qədər o əlamətləri təkrarlayırıq uşaqlar. Belədir ki, əgər biz uşaqlar doğulduqdan sonra bunlar ana bətində ola bilər uşaqlar. Rüşeym dövründə, ana bətində, o embrional inkişaf zamanı rast gəlinirsə bunlar atavizm hesab olunmur. Bu bizim embrioloji dəlildir. Ancaq biz doğulduqdan sonra əgər bunlar bizdə kesməyib qalırsa, artıq məsələn müəyyən də keçəcək aylarda bizdə bədəndə tükü örtüyü olur, çox məmməlilik olur zaten. Ancaq biz doğulandan sonra da bu əlamət qalırsa və itmirsə, bu artıq atavizm hesab olunur uşaqlar. Bunu yadımızda saxlayaq. Yəni bu əlamətlə doğulur həmin insanlar və əcdadlarını təkrarlayır. Rüdiment nədir uşaqlar? Rüdiment insanda bizim uşaqlar, belə deyək də, bizim insanın öz təkamülündə hansı ki bəzi əzizlərimize malik olan bəzi əlamətlərimiz var. Onları biz itiririk uşaqlar və yalnız onlar bizdə xüsusi qalıqlar şəklində qalır, qalıq halında qalır. Yəni rüdiment qalıqdır uşaqlar və onlar belə deyək də heç bir funksiya yerinə yetirmir. Yəni sadəcə qalıqdır. Bunu da biz nə deyək uşaqlar? Biz ümumiyyətlə insanda bir şey qeyd edək ki, 90-dan çox 100-ə yaxın rüdiment var. Yəni 100-ə yaxın təsəvvürünüzə gətirin insanda rüdiment var. Və bu rüdimentlər məsələn müəyyən bəzi hissəsinə verilibdir. Məsələn appendiks rüdimentdir, qulaq seyvanı əzələləri rüdimentdir. Bilirsiniz ki, biz qulaq seyvanını hərəkət elətdirəmirik. Üçüncü göz qapağı bizdə rüdimentdir. Baxın, üçüncü göz qapağı bax burada qalıq şəklində qalmışdır uşaqlar. Daha sonra müəyyən bədənimizin müəyyən hissəsində müəyyən tük örtüyünün olması uşaqlar burada yoxdur. Məsələn ağıl dişlərimizdə,
ağıl dişlərimizdə rüdumətdir. Məsələn, sonuncu qabırğalar var, sərbəst qabırğalar. Bax, onlar da rüdumətdir. Yəni bizdə rüdumətlər çoxdur uşaqlar. Sadəcə burada bir neçəsi qeyd olunmuşdur və bir də burada uşaqlar bizim hansı ki embrional dövrdə hansı əcdadlarımıza məxsus olan əlamətlərimizin yəni biz yenə də onları təkrarlayırıq. Və bu əlamətlər hansıdır uşaqlar? Biz bilirik ki, insanda öz digər də məmələr sinif formasiyası olan canlılar kimi öz başlanğıcını ziqotdan mayalanmış yumurtacıya ziqotdan başlanğıc götürür. Əvvəlcə ziqot parçalanır. Bilirik ki, bu parçalama nəticəsində blastomerlər yaranır və daha sonra isə çox cəyər rişem qatı formalaşır. Burada qeyd olunur ki, rişemin bir aylığında ürək 2 kamera olur uşaqlar. Burada bir dənə səhvlik olur. Burada bir boru şəklində olur. Əslində qalsa 2 kameralı ürək deyil, boru şəklində olur, boru. Daha sonra çünki burada səhv eləmirəmsə, burada aşağıda qeyd edəcəyik onu. Burada qeyd olunur, indi baxarıq. Demək, 3 cüt qəlsəmə yarığı fikir verin uşaqlar. Qəlsəmə qapağı deyil, qəlsəmə yarığı. Sadəcə belə qəlsəmə yarıqlarına malik 3 cüt sayına fikir verin uşaqlar. Daha sonra parmaqlar arasında pərdə, kulaka, balıqlarda olduğu kimi qovuqcuqdan ibarət baş beyin. Daha sonra isə baş beynin artıq müəyyən dövrdən sonra başlayır inkişaf etməyə, yarımkürələr formalaşır, üzərində qırışlar formalaşır. Daha sonra uşaqlar onurğa sütununun quyruq şöbəsi inkişaf zamanı formalaşır. Onlar sonra onun fəqərlərinin bir qismi reduksiyaya uğrayır və bir qismi isə birləşərək büzüm sümüyünü əmələ gətirir. Və əgər bu artıq biz belə quyruq sümüyü ilə doğularıqsa uşaqlar, bu artıq nə olacaq? Atavizm olacaq uşaqlar artıq. Və dölün 3-4 aylığında bədən üzəri tüklərlə örtülü olur. Bayaq qeyd elədik orada. Ancaq inkişaf etdikcə tüklər tökülür. Əgər biz tüklər tökülməyib, tüklü doğularsa uşaqlar, bu yenə də qeyd edelim, atavizm olardı. Yalnız bədənin müəyyən hissəsində tüklər qalır. Daha sonra 6 həftəlik rişemdə çoxlu süd vəzlərinə rast gəlinir uşaqlar. Onu da yadımızda saxlayaq. Ürəyi döyünən boru deyil artıq. Burada 2 kameralı ürək olmalı idi. Döyünən boru artıq biz yuxarıda qeyd eləmişdik uşaqlar. Hansı ki bir aylığında biz bunu qeyd eləməliydik. Burada səhv bax burada qeyd olunubdur. Yəni səhv düşübdür uşaqlar. Daha sonra burada özünüz bax buraları qeyd eləyərsiniz. Hansı ki rüdumətləri buradan özünüz də qeyd eləyə bilərsiniz. Dərsi oxuduqdan sonra uşaqlar mütləq bu çalışmaları yerinə yetirin. Daha sonra gəldi insanın təkamülü və paleontoloji dəyərlər. Ümumiyyətlə uşaqlar biz ən birinci biz qeyd eləyək ki, insanın əcdadı uşaqlar. Ən birinci biz bilirik ki, biz insana bənzər meymunlarla eyni əcdada malikik uşaqlar. Və insanın əcdadı haqqında ilkin fikirlərdə biz onu da qeyd eləyək ki, hansı ki uşaqlar biz ilkin olaraq əcdadımız mezoerasında yaşamış kiçik həşərat yeyənlərdən başlanğıc götürməsi ehtimal olunur uşaqlar. Baxın, pişik boyda qədim əcdad deyilir. Bu qədim əcdad. Hansı ki onlar qidası qarışıq olmuşdur. Ən çox cücülərlə qidalanmışdır uşaqlar. Xüsusilə bunlara çox önəm vermənizi istəyirəm. Və daha sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişdir ki, hansı ki bilirik ki eyni zamanda bax bu dövrlərdə çox aşırı qeyd edeyim özünüz üçün. Mezozoerasında. Daha sonra isə özü fikir verirsiniz ki, parapiteklərə başlanğıc vermişlər uşaqlar və bu şaxələr parapiteklər haqqında ilkin olaraq onu qeyd eləyək ki, uşaqlar parapiteklər özləri hansı ki paleogen dövründə yaşamışdır uşaqlar. Paleogen dövründə yaşamışdır. Daha sonra bunlar hansı ki bu parapiteklər qədim insana bənzər meymunlar olmuşdur uşaqlar. Harda pitek gördüksə bunlar insan demək uşaqlar. Pitek hansı meymundur? Afrika, Asiya və Avropada geniş yayılmışdır uşaqlar. Çox xahiş edirəm hər birinin 3 qitə, hansı neçə qitədə tapıldığını qeyd edin uşaqlar. Həmişə onu kənarda qeyd edin. Bu sizin üçün sonradan daha yaxşı gözünüz baxsın və daha yaxşı yadınızda qalsın. Və bu parapiteklər uşaqlar qazıntılar nəticəsində müəyyən onlara məxsus qalıqlar tapılmışdır. Və onlar da uşaqlar parapiteklər özləri daha sonra fikir verirsinizsə 3 dənə şaxıya
başlanğıc verib uşaqlar, hansı ki bunlar hippon, orangutan və dirioptiklər olmuşdur uşaqlar. Baxın, qeyd olunub burada nəsli kəsilmiş dirioptiklərə başlanğıc vermişdir. Dirioptiklər uşaqlar, gəlin ən birinci çox xahiş edirəm, bir daha qeyd edirəm, bu şəkillərə də fikir verin. Çünki şəkilləri də salıb sizə. Onlar haqqı hansı heyvan, hansı yəni başlanğıc olduğunu, hansılar olduğunu qeyd edib, onlara uyğun suallar da sala bilərlər. Ona görə biraz bunlara şəkillərə də önəm verək. Daha sonra gəldik dirioptiklər uşaqlar. Burada qeyd olunub ki, hansı ki, bildik ki, Paleogen dövründə iqlim soyulması ilə əlaqədar olaraq cənuba doğru uzanmış buzlaqlar meşələri məhv etməyə başladı. Niyə bunu qeyd edirəm uşaqlar? Meşələr məhv olduqdan sonra artıq insana bənzər meymunlar məcbur oldular ağaclardan yerə enməyə başladılar uşaqlar. Və yerdə gəzmək məcbur oldular. Və Neogen dövründə yaşayan dirioptiklər, fikir verin, qeyd edin, Neogen dövründə yaşamışlar uşaqlar. Və bu dirioptiklər artıq gözlər və eşitmə orqanları yaxşı inkişaf etmiş, əlləri formalaşdığı üçün əşyaları daha yaxşı tuturdular və tullayırdılar. Artıq məsələn əllər artıq belə deyək də nəsə tutmağa tutmağa uyğunlaşmağa başlamışlar. Bədən ölçüləri dəyişmiş, beyinlər daha yaxşı inkişaf etmişdir dirioptiklərdə və daha sonra onlar səmti təyin edə bilirdilər. Daha sonra isə dirioptiklər şimpanziya, gorilla və avstralopiteklere başlanğıc verdi uşaqlar. Hansı ki burada da biz bunu görürük. Gorilla, şimpanziya və avstralopiteklər. Və gəldik daha sonra uşaqlar avstralopitek. Ümumiyyətlə burada qeyd olunub aşağıda, çox xahiş edirəm, buna da fikir verin. Latınca Australis cənublu, pitek isə Yunanca meymun deməkdir uşaqlar. Daha sonra bunlar da sürü halında yaşamışlar uşaqlar. Buna fikir verin. Düzənliklərdə yaşamış, yırtıcı olmuşlar. Daha sonra bunların ənsə dəliyi kələ qutusunun mərkəzinə doğru çəkilmişdir. Beyinlərin həcmi müasir insana bənzər meymunlardan daha böyük olmuşdur. Daha sonra tapılan sümüklər onlarda arxa ətraflarının daha yaxşı inkişaf etdiyini göstərir. Daha sonra burada arxa ətrafları yaxşı inkişaf edib, ətraf sümükləri, çanaq bu sümükləri daha çox ona görə də insana oxşayırdı uşaqlar. Çanağı geniş olduğu onun dikəzliyini göstərirdi və daha sonra artıq yuxarı ətrafları tutmaq qabiliyyətinin daha yaxşı olduğu güman olunur. Onların bundan başqa daşdan və sümükdən uşaqlar, baxın, bunlara çox xahiş edirəm, çox diqqətlə fikir verin. Özünüz üçün də kənarında qeyd edin dərsinizin, öz vəsaitinizin. Daşdan və sümükdən alətlər hazırlayırlar uşaqlar. Və daha sonra bunlar avstralopiteklərin dişlərinin quruluşu ilə insana bənzər insanın dişi ilə quruluşu ilə çox yaxın olduğu görünür, oxşar olduğu güman olunur. Daha sonra müxtəlif ərazilərdə tapılan qalxlar avstralopiteklərin çoxlu növlərinin olduğunu da sübut etmişdir. Daha sonra deyir, şimal və cənub dairələrində başlayan soyuqlar bu insana bənzər meymunların yaşayışını da çətinləşdirmişdir. Və bunlar uşaqlar, onlar özlərini həm ətraf mühitin amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazandılar. Baxın, onlar deyir, bu bir çox heyvanlardan özlərini müdafiə etmək üçün eyni zamanda əmək alətləri düzəltməyə başladılar. Və alimlər bu şaxəni uşaqlar hansı ki bacarıqlı insan adlandırdı. Bacarıqlı insan burada qeyd olunur uşaqlar. Alimlər bir qism bacarıqlı insanı ən qədim insan hesab edirlər. Çay daşlarından bacarıqlı insanlar kəsən doğrayan alətlər hazırlamışdır. Barmaq falanqaları yaslaşmışdır. Onlar sonraki inkişafında təkmilləşmiş və ən qədim insanlara başlanğıc verdiyi güman olunur uşaqlar. Baxın, bunlarda biz qeyd eləmiş olduq. Daha sonra gəldik, bilirsiniz ki, ümumiyyətlə insanın biz deyək ki, insanın təkamül antropogenezdə uşaqlar, insanın yaranması üç şaxəyə bölünür. Yəni şaxə deyək, hansı ki ən qədim insanlar, antropogenez yazaq, ən qədim insanlar, uşaqlar ən qədim və ilk müasir insanlar. Hansı ki biz ən qədim insanlar pitekantropları qeyd edəcəyik. Pitekantroplar, uşaqlar, baxın, ən qədim insanlar. Sinantroplar ən qədim insanlar. Daha sonra sinantroplar ən qədim insanlar. Sonra biz Heidelberg adamı,
Və ən qədim insanları biz bir də azıxantropu qeyd eləmiş olacaq uşaqlar. Baxın, fikir verirsə. Və buradan da yazırıq azıxantrop. Və qədim insanlar yalnız Neandertal və ilk müasir insanları isə Kromanyon. Biz bunları bu şəkildə yadımızda saxlayaq. Ən birinci uşaqlar, dedik ki, insanın yaranma prosesi 3 mərhələdə, baxın, qeyd olunur, ən qədim və ilk müasir insanlar. Ən birinci uşaqlar, gəlin pitekantroplardan başlayaq. Ümumiyyətlə, pitekantroplar dedik ki, ən qədim insan hesab olunur uşaqlar. Bunların mən həm də sizə müəyyən demək qeydlər deyəcəm ki, onları da qeyd edin uşaqlar. Hansı ki, pitekantrop meymunlarla insanlar arasında aralıq mövqe tutan qruplar olmuşlar. Qalıqları ilk dəfə 1891-ci ildə Asiyada, İndoneziyanın Yav adasında İjin Dubai tərəfindən tapılmışdır uşaqlar. Sonralar Asiyanın digər ərazilərində, Afrika və Avropada da rast gəlmişdir. Ona görə biz uşaqlar bunları biz qeyd edəcəyik ki, uşaqlar 3 qitədə tapılmışdır. Hansı qitələr oldu? İlk dəfə Asiya, daha sonra Afrika və Avropada. Ona görə biz bunu qeyd edirik böyrünə 3 qitədə. 3 qitədə tapıldığını qeyd edirik. Və dayağa qeyd olunur ki, pitekantrop iki ətraf üzərində dayağa söykənərək gəzirdi. Düz qamətli pitekantropların boyları 170 cm olmuşlar. Daha sonra gözlərinin üstündə qaş üstü yastıcıqlar var idi uşaqlar. Çənaltı çıxıntısı olmadığı üçün lik qabiliyyəti yox idi. Biz bunları deyəcəyik. Yalnız lik qabiliyyəti olanda biz çənaltı çıxıntıları qeyd edəcəyik uşaqlar. Daha sonra ancaq beyinlərinin alın və gizgah payları insan vəzir meymunlarına nisbətən yaxşı inkişaf etmişdir. Sürü halında yaşamışdır. Oddan və daş alətlərdən, ərsin burğudan istifadə etmişlər. Yaşayış məskələri olmayıb, bunların paltar geyinməmişdirlər uşaqlar. Oldu mu? Bax, bunu yadımızda saxlayaq. Əsas yerlər eləməz bunlar düşür, bunlar qeyd olunur. Bunlar bir də burada bizim 9 sinif kitabında da verilir uşaqlar. Bunların beyinlərinin həcmi 900 1100 santimetrin kubu olmuşdur. Bunu da özünüz üçün qeyd edirsiniz. Daha sonra sinantroplar uşaqlar Çin adamda adlandırılır. Bunu ilk dəfə qalıqları 1927-1937-ci illərdə Çində Pekin yaxınlığında tapılmışdır uşaqlar. Məhz baxın, Çin adamda adlandırırlar. Daha sonra morfoloji xüsusiyyətlərinə görə pitekantroplara bənzətilər də beyinlərinin sol payı sağ payından daha yaxşı inkişaf etmişdir. Bu da onların sağxay olduğunu sübut edir. Alt çənələr və dişləri iri olmuşdur. Çənaltı çıxıntısı olmadığına görə lik qabiliyyəti yox idi. Qaş üstü yastıcıqları var idi uşaqlar. Oddan istifadə edir. Onu qoruyub saxlayırdılar. Ancaq onu əldə edə bilmirdilər uşaqlar. Bəli, artıq bunlar dəri paltarlar giyinirdilər. Mağaralardan tapılan kül qalıqları Çin adamının oradan sığınacaq kimi istifadə etdiklərini də göstərmişdir. Daha sonra daş, buynuz və sümükdən alətlər, əmək alətləri hazırlanmışdılar uşaqlar. Bunların da beyinlərinin həcmi 1220 santimetrin kubu olmuşdur. Bunu da özümüz üçün qeyd edin uşaqlar. Daha sonra gəldik Heidelberg adamı. Qalıqları ilk dəfə 1907-ci ildə Almaniyanın Heidelberg şəhəri yaxınlığında tapılmışdır. Qalıqları bundan başqa Asiya, Afrikada da tapılmışdır və eyni zamanda mən bunu qeyd edəməm uşaqlar. Bu yalnız bir qitədə. Sinantrop yalnız bir qitədə tapılır, ancaq Heidelberg adamı qitədə tapılmışdır. Həm dedik ki, Avropada, Almaniyada, Asiyada və yəni Almaniya, Avropa hesab olunur. Daha sonra Asiyada və Afrikada rast gəlmişdir. Çənaltı çıxıntıları burada da yox idi uşaqlar. Dişləri iri olsa da insan dişlərinə oxşar idi. Oddan istifadə etmiş, sürü halında yaşamışlar. Hannibal idilər. Hannibal bilirsiniz ki, özlərini yemədə insan ətləri ilə qidalanan canlılar. Öz sürülərində olan insanları belə əti ilə qidalanırdılar. Ona görə bunlar da Hannibal idilər. Daha sonra gəldik azıxantrop. Biz ki, Azərbaycanın Xocavənd rayonu arasında yerləşən Azıq mağarasında alt çənə sümüyü tapılmışdır. Uşaqlar gördüyümüz kimi. Onlar da sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltar geyinmişlər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışlar uşaqlar.
Tapılan qazıntıların ağzıxantrop hansı ki qazma üsulu ilə yerdən ocaqlar qurduqlarını da göstərmişdir uşaqlar. Sonra burada biz baxın bu çıxışda qeyd edeyim uşaqlar. Baxın bu çıxışda parapiteklər ilkin olaraq, daha sonra biz deyirik ki, dioptriklərə başlanğıc verib, dioptriklərdən bacarıqlı insan, bacarıqlı insandan isə pitokantrop əmrə gəlmişdir. Bax bu bizim düzgün çıxış hesab olunur. Sonra gəldik qədim və ilk müasir insanlar uşaqlar. Ən qədim insan və Neandertal skeleti, buna da fikir verin uşaqlar. Bu şəkillər dediyim kimi gəldi Neandertal uşaqlar. Demək ilk dəfə İspaniyada tapılmışdır. Daha sonra 1856-cı ildə isə Almaniya Neandertal çay vadisində tam skelet aşkar olmuşdur. Ona görə də bunlar o adla adlandırılır Neandertal. Qalıqları Avropa ilə yanaşı Asiyada da rast gəlmişdir uşaqlar. Demək Neandertallar eyni zamanda da Asiyada da rast gəlmişdir. Və boylarının həcmi 155-165 cm olmuşdur boyları. Və biz bunda qeyd edək ki, onlar artıq zəif inkişaf etmişdi deyir bunların onurğa ərliyi və nisbətən əyilərək hərəkət edirlər uşaqlar. Qeyd elədik ki, bunlar bunda qeyd eləmədim. Bunlar Avropa və Asiyada ona görə iki qitədə rast gəlinir uşaqlar. Daha sonra əyilərək hərəkət edirlər. 50-100 nəfərlik qruplarla yaşayırdılar. Məsələn deyək ki, 3 qrupunda nə qədər adam olur? Bəzi bizim testlərdə düşür. Məsələn minimum nə qədər insan olur? Minimum deyirsə 50, maksimum deyirsə 100-ə vurursa uşaqlar. Sonra dəri paltar geyinir. Ondan istifadə edir. Onu əldə etməyə bacardılar. Artıq bunlar nə edirlər uşaqlar? Onu əldə edirlər. Qoruyub saxlamaq deyil. Artıq bunlar odu əldə edirlər. Beyin qabığındakı qırışlar müasir insanlara nisbətən az idi. Alınlar maili idi. Qaş üstü yastıcıqları yaxşı inkişaf etmişdi. Çənaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzilərində çənə sümüklərində çənaltı çıxıntıya təsadüf olunurdu. Bu da onların həm aydın olmayan, bəzilərində isə aydın etkin olmasını göstərmişdir. Daha sonra mitokondriya DNT-si insanlara çox yaxın olmuşdur. Burada artıq əmək bölgüsü vardı uşaqlar. Yəni əmək alətlərindən, daşdan, sümükdən, ağacdan ituzluq, ərsintiyə hazırlayırdılar. Kişilər ov edir, qadınlar da uşaqlara baxır, bitki məşəli məhsullar toplayırdılar. Daha sonra onlar müxtəlif sığınacaqlardan istifadə edir. Ən çox mağaralarda yaşayırdılar. Daha sonra bir də ilk dini rüşemi bu suallarda görəcəksiniz, hamısı qarşınıza çıxacaq. Neandertallarda yaranmışdır. Ancaq Neandertallar müasir insanlar birbaşa əcdadı deyildilər uşaqlar. Daha sonra gəldik ki, Kromanyanlar ilk müasir insanlar hesab olunur uşaqlar. Mən deyəsən Neandertalın beyninin həcmini qeyd eləmədim. Burada qeyd eləyək uşaqlar. Beyninin həcmi Neandertallarda beyin həcmi 1400 cm kubu olmuşdur uşaqlar. Bunu da özümüz üçün qeyd eləyin. Daha sonra gəldik Kromanyonlar. Tapıldığı vaxtı mən qeyd edeyim. Kitabımızda qeyd olunmuyor uşaqlar. 1868-ci ildə tapılmışdır uşaqlar. Və Kromanyonlar 4 qitədə rast gəlinir uşaqlar. Baxın, bunu da qeyd edin özünüz üçün. Çünki qalıqlar ilk dəfə Fransanın Kromanyon kəndi yaxınlığında tapılmışdır. Ancaq bundan başqa Asiya, Afrika və Avstraliya, hətta Avstraliyada yeganə tapılan, baxın, fikir verirsiniz, digərlərini heç birində qeyd eləmədik. Avstraliya qitəsində də bunun qalıqlarına təsadüf olunmuşdur. Tapılan qalıqlar əsasən boyları 180 cm çatmışdır. Yəni bu da onların insanın əcdadında yəni ən mühüm, ən hündür boya malik olduğu göstərilir. Daha sonra alınlar enli olub, alınlar enli və düz olduğu, qarşılı yastıqların olmadığı artıq müəyyən edilmişdir. Sonra Kromanyorda aydın nitq olmuşdur uşaqlar. Sonra alətlərdən daş ucluq, ağac dəsti olan uzluq, buynuzdan düzəldilmiş qarpan, harpun deyirlər. Bəzən nizə və sacdan istifadə etmişlər. Onlar artıq özləri sığınacaq düzəldir, paltarlar tikirdilər, sümük iynələrdən istifadə edirlər. Qaya üstü rəsmlər çəkir, öz əmək alətlərini bəzirdilər, saxsıdan qablar düzəldirdilər. Və eyni zamanda Kromanyorda dinin şeyim daha da yaxşı inkişaf etməyə başladı. Onlar heyvanları əhliləşdirmiş, əkinçiliklə məşğul olmuşlar uşaqlar. Bax, buna çox diqqətlə fikir verin. Ancaq artıq bunlarda hannibalizm yox idi. Yəni özdə insanlar bir-birlərini yemək yox idi artıq.
Bəli, özlərini artıq ailəyə qurban vermiş, qadınlar, uşaqların, qocaların, xəstələrin qarşısına qalmağa başlamışlar. Təkamüldə deyir, sosial amillər daha üstün olmuşdur Kramanyonlarda. Bu qədər uşaqlar. Bir də ki, artıq burada hansı ki bizim ilklərimiz var. Biz bilirik ki, ümumiyyətlə yer üzərində yeganə insan növü, hani dərəkəli insanda homo sapiensdir uşaqlar. Və bu insanlar da bilirsiniz ki, müxtəlif mühitlərdə yaşayırlar və bu mühit amillərinin təsir nəticəsində hazırda 3 əsas irqə bölünür uşaqlar, hansı ki Avropoid, Mongoloid və ekvatorial irqləri ayrılır. Və ancaq bundan başqa deyil, qarşı irqlərdə rast gəlmək olur. Ən birinci Avropoid, daha sonra Mongoloid və daha sonra isə Negroid irqlərinə fikir verin uşaqlar. Çünki bunun əlamətləri düşür. Hansı ki Avropoid irqinə məxsus insanlar Avropa, Cənubi Asiya və Şimali Afrika əhalisi bu irqə aiddir. Dərilər açıq rəngli olmuşlar uşaqlar. Ona görə də bunlara ağ irq də deyirlər. Nazik, onların nazik darburunları, düz yumşaq saçları, ensiz üzləri olur. Şimalda yaşayanların dərisi daha açıq rəngdədir. Daha sonra Mongoloid irqi. Mongoloid də ümumiyyətlə Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Şərqi Asiya əhalisi bu irqə aiddir. Onların nümayəndələrinə həm də sarı irq adlandırırlar uşaqlar. Üzləri iri və yastı, saçları düz və sərtdir. Gözlərinin ətrafında büküşlər vardır uşaqlar. Daha sonra ekvatorial, hansı ki biz onların iki şaxəyə ayrıldığını qeyd edəcək. Uşaqlar birinci demək Afrika və Avstraliya şaxələrinə ayrılır. Bu irqə mənsub olanların uşaqlar adətən dərləri, gözləri qara, burunları isə yastı və enli olmuşdur. Saçları qara və qıvrımdır. Avstraliyalarda isə hətta dalğalıdır. Və bu qədər uşaqlar. Bunların ümumiyyətlə bu quruluşun malik olmalarının da özünün mühitə uyğunlaşması ilə əlaqəlidir. Məsələn, dar burun ora daxil olan havanı isidir. Enli yastı burun isə onun qızmasına mane olur. Hansı ki ekvatorial iqlimdə biz bunu müşahidə elədik. Daha sonra qıvrım saçlar başı günəşin zərərli şüalarından qoruyur. Hansı ki biz ekvatorial iqlimdə qıvrım saçlar qeyd elədik uşaqlar. Açıq rəngli dəri günəş şüalarını udur. Qara dəri isə bədəni şüalardan qoruyur. Və deyir, buna baxmayaraq yenə də bilirsiniz ki, yalnız insanın bir növü var. O da dərrakəli insan, yəni homo sapiens uşaqlar. Bu qədər uşaqlar, dərsimiz bu qədər. İnşallah mən danışdıqlarımdan sizə bir də uşaqlar bir dənə məlumat çatdırım. Yadımdan çıxdı, qeyd edeyim. Onu da ən sonda. Məsələn, bizə bəzən düşə bilər. Məsələn, insanların hansı ki bu tapılan əzətlərin hansı dövrdə tapıldığı ən tez və ən gec tapılan. Birinci ümumiyyətlə 1800, bunu özünüz üçün qeyd edin uşaqlar, 56-da tapıldı hansı ki Neandertal, ən birinci Neandertallar. Daha sonra 1868-də uşaqlar tapıldı Kramanyonlar, hansı ki Kramanyonlar uşaqlar ikinci olaraq. Demək, birinci bu, ikinci bu, üçüncü isə uşaqlar tapıldı Pitekantrop, hansı ki 1891-ci ildə Pitekantroplar tapıldı uşaqlar. Daha sonra 1907-ci ildə, demək 1907-ci ildə biz dedik tapıldı Heidelberg adamı. Daha sonra isə uşaqlar 5-ci tapıldı. 5-ci isə tapıldı Sinantroplar 1927 və 1937-ci illərdə tapıldı Sinantroplar uşaqlar. Bunları da özünüz üçün qeyd edin. Qarşınıza çıxa bilər. Bir də ki, eyni zamanda bax bunu da qeyd eləmək istəyirəm. Bu şəkildə sizin qarşınıza çıxa bilər. Özünüz üçün qeyd edin. Mənə qədər soruşa bilərlər. Kəllənin skeletinə uyğun. Baxın, bu Avstralopithekdir uşaqlar. Kəllə skeletinin quruluşudur. Şəkildir. Bu Pitekantrop uşaqlar. Pitekantrop. Bu isə Neandertaldır. Neandertal. Daha isə bu isə Kramanyon, yəni müasir insandır. Kramanyon. Bunu da yazın, qeyd edin özünüz üçün. İnşallah hardasa sizə kömək olar uşaqlar. Oldu uşaqlar. Mənə gəlir ki, burada müəyyən məlumatlar verdim sizə. Yeni videolarımda inşallah görüşəcək uşaqlar. Sağ olun.